Hal-hazırda Məhəmmədi kəndində həyət evinin çəkilişindəyəm. Gördüyünüz evin həyətinin giriş hissəsidir. Burada belə qalmayacaq. Yan tərəfdə həmən evin sahibi olduğu üçün bu hasar çəkiləcək, darvaza qoyulacaq və maşın girişi üçün yer veriləcək. Belə 3 sotdur həyət. Amma maşın üçün yer həyət genişlənəndən sonra 3 sotdan artıq olacaq həyətin sahəsi. Bura isə evin arxa hissəsidir. Həyəti göstərdim. İndi isə keçək evin iç hissəsinin çəkilişinə. Bura dəhlizdir. Evimiz 120 kvadratdan ibarətdir. İstilik sistemi isti poldur. Bütün otaqlar, mətbəx, hamam, hər bir yer isti polla təmir olunub. Bura isə sanuzeldir. Evdə yaşayış olmayıb. 5-6 aydır tikilib. Belə. Bu hissə qonaq otağıdır. Bağçaya, məktəbə 300 metr məsafədə yerləşir. Al market yaxınlıqda var. Başqa marketlərdə yaxınlıqda var. Yola yaxındır. Bura isə bir yataq otağıdır. Gördüyünüz kimi. İndi isə digər yataq otağını görəcəksiniz. Bura isə evin ikinci yataq otağıdır. Bütün otaqlar işıqlıdır, genişdir. 120 kvadratdan ibarətdir. Və qiyməti isə 76.000 manatdır. Təcili satıldığı üçün endirim edilib 76.000 manat. Bura isə mətbəxdir. Burada mətbəx mebeli qalacaq. Real alıcı olarsa ekranda gördüyünüz nömrələrlə əlaqə saxlayın.